Əgər əvvəllər qadınlar sadəcə real həyatda özlərini ifadə edərkən qarşı durmayla rastlaşırdılar, nifrət nitqi ilə rastlaşırdılarsa, bu gün o nifrət nitqi digital media vasitəsilə daha da böyüdü. Buna ən gözəl nümunələrdən biri elə Me Too cərəyanıdır, hansı ki, əvvəl mümkün deyildi ki, qadın hansısa rast gəldiyi cinsi zorakılığı, iş yerində zorakılığı və hansısa bu formada başına gələni danışa bilsin. Amma Me Too cərəyanı ilə qadınlar başladılar bu barədə danışmağa, kollektivləşdilər və kollektiv şəkildə danışdılar. Amma nə baş verdi burada? Çünki biz yenə axı ənənəvi diskursun içindəyik və uzun illər davam etmiş bir media tərəfindən formalaşmış bir diskurs var və burada nə baş verdi? Bizə gələn o ənənəni sahiblənmişik deyə yenə başladılar qurbanı günahlandırmağa, yenə başladılar həmin o qadınları opportunist adlandırmağa, fürsətçi adlandırmağa. Çoxsu fikirləşdi ki, qadınlar məşhurlaşmaq üçün bunu edirlər və bu müzakirələr də eyni şəkildə həmin o digital mediada getdi və daha da çox yayımlandı.